Salamlar, hər birinizi salamlayıram. Bu gün abituriyentlərin ikinci şans imtahanı idi və 12 iyul 2026 tarixində 13:23-də videonu çəkməyə başlayıram. Qısa zamanda yəqin ki paylaşacağam. Vaxt itirmədən sualların izahına keçmək istəyirəm. Ümid edirəm səhv izah vermərəm, çünki digər kolleqalarımdan daha tez izah paylaşmaq istəyirəm. Elə isə gəlin suallar ilə tanış olaq, görək qəbula hansı sualları salıblar. Ekranı bağladım, özümü göstərmək istəmirəm. Artıq ehtiyac yoxdur, çünki suallarla tanış olmalıyıq. Başlamaq istəyirəm birinci sualdan. Bu arada bu sualların üzərində cavablar var. Bilmirəm cavablar nə dərəcədə doğrudur. Hələ yoxlamamışam. Heç suallara da düzənməli baxmamışam. Vaxt itirmək istəmədim. Bu arada A variantının suallarıdır. Birdən başlayaq. Lotrix-də hansı hüceyrələrin birləşməsindən zigot yaranacaq? Lotrix izogamiya tipində qametlər yaradırdı. Yəni onun qametləri iki qamçıdan ibarət idi. Dişi ya da erkek olduğunu deyə bilmirdim, amma iki qamçılı qametlərin birləşməsindən yaranar. D variantı D yazıblar, doğrudur. İkiyə baxıram. Amoniakı nitrit turşusuna qədər oksidləşdirən bakteriya hansıdır? Bu bilirsiniz ki, xemosintez edici bakteriyalardır və nitrifikasiya bakteriyasıdır. Yenə denitrifikasiya olsa çaşdırmaq olardı, amma o variantı verməyiblər, sağ olsunlar. Üçüncü suala baxıram. Deməli, bu tərz sualları daha çox açıq sual kimi təqdim edirdilər. Bu dəfə qapalı sual kimi olub. 1, 2 və 3-ü təyin etməyimiz lazımdır. 1-ə baxıram, plasentası var və ə, su heyvanıdır. Nə ola bilər burada? Plasenta var və su heyvanıdır. Ola bilər balina, eyni zamanda delfini də saya bilərəm. İkiyə baxıram, plasentası var, amma döş tilinə də sahibdir. Ya köstəbək ola bilər, ya da ki, yarasa ola bilər. Köstəbək verməyiblər, yarasa veriblər. O zaman 2-yə S yazıram. 3-ə baxıram, su heyvanıdır və eyni zamanda döş tili də var. Bilirsiniz ki, döş tili daha çox quşlar üçün xarakterikdir. Pingvin və ördək həm su heyvanıdır, quşdur, həm də ki, döş tili var. Elə B-dir. C variantı düzdür. Deyəsən bu testdə bütün variantlar düzdür ki. 4-ə baxaq. Öküz solteri ilə bağlı görək doğru kəsişmələr hansılardır? Əsas və aralıq sahibləri onurğalı heyvandır. Əsas sahibi insan, aralıq sahibi qaramaldır. İkisi də onurğalı heyvandır. Yəni 1 doğrudur. 2. Geohelmitdir. Xeyr. İnsan askardı və ankiostoma geohelmitdir. Öküz solteri, dənəvər exinokok, qaraciyər sorğucusu biohelmitdir. Uşaq bizi quyruğu təmas elementidir. 3. Əsas və aralıq sahibləri atmosfer hava vasitəsilə tənəffüs edir. Əsas sahibi insan, aralıq sahibi qaramal, ikisi də atmosfer hava vasitəsilə tənəffüs edər. 4. Aralıq sahibində törətdiyi xəstəlik teniarixozdur. Xeyr, fastilyozdur. Əsas sahibindəki teniarixozdur. 1, 3 doğrudur. A variantı. 4. Böyük ya kiçik B qameti aşağıdakı genotiplərin hansının əmələ gətirdiyi bütün qametlərin bu dimdə olan sualdır. 2-də 1 hissəsini təşkil edir. A variantına baxası olsaq, böyüyə, kiçik B. Burada yalnız bir sort qamət yaranır. O da böyüyə, kiçik B. Yəni 2-də 1 hissə yox, tam hissə, yəni 100% təşkil edər. B variantına baxsaq, burada ümumiyyətlə böyük ya kiçik B qaməti yaranmaz. Kiçik ya böyük B, kiçik B yaranar. C variantına baxsaq, böyük ya kiçik ya böyük B. Bu bizə verər böyük ya böyük B və kiçik ya böyük B. Yenə böyük ya kiçik B qaməti olmadı. D variantına baxsaq, elə cavab bu olacaq. Böyük ya kiçik B. Yarı etibarı ilə böyük ya kiçik B, yarı etibarı ilə kiçik B verər. Y variantında isə ümumiyyətlə gördüyünüz kimi kiçik B yoxdur. Burada yalnız böyük ya böyük B qaməti olacaq. D variantı düzdür. Noxud bitkisinin çiçəklərində çiçək düsturundakı struktur elementlərinin cəmi 210-a bərabərdir. Bu bitkinin hər bir çiçəyində də 8 rüşeym hissəsi var. Maksimum sayda toxum əmələ gəlməsi üçün 2 qat maylanmada neçə hüceyrə iştirak etməlidir? Noxudu xatırlayaq. K5, L5, Y10, D1 çiçək formulasına, çiçək düsturuna sahib idi. Və burada struktur elementlərinin hamısını toplasaq 21 taparıq. Yəni bir çiçəkdə bunların cəmi 21-dir. Əgər cəm 210-dursa, deməli əlimizdə 10 dənə noxud çiçəyi var imiş. Noxud paxlalı bir bitkidir. Onun bir rüşeym hissəsində, daha doğrusu onun bir çiçəyində 8 rüşeym hissəsi varsa, bir çiçəyində 8 toxum olacaq deməkdir. 10 çiçəkdə isə 80 toxum olar. Biz bilirik ki, örtülü toxumlu bitkilərdə bir toxumun əmələ gəlməsində 4 hüceyrə iştirak edir. 80 toxumun əmələ gəlməsində 320 hüceyrə iştirak edir. A variantı düzdür.
Bəlkə də inanmayacaqsınız. Məni əvvəldən izləyənlər bilirlər. Mən hər il deyirəm ki, mütləq şəkildə imtahana şibyə ilə bağlı sual salırlar. Bir ildən bir, uzağı 2 ildən bir şibyə ilə bağlı ya birinci imtahan, ya ikinci imtahana sual salırlar, yenə də salıblar. Baxaq, özdə ki, dimdə olan 2-dən 3-dən şibyə sual var. Fırlan bonus alırlar. Əgər şibyəni əmələ gətirən canlılardan biri ən qədim aləmin nümayəndəsi olarsa, ən qədim aləm bakteriyalar aləmidir. Siz bilirsiniz ki, şibyə ibarətdir. Bakteriya və göbələyin simbiozundan və yaxud da ki, yosun və göbələyin simbiozundan. Ən qədim aləm dediyi üçün bakteriya və göbələk simbiozunu götürmək lazımdır. Onda baxaq hansı düzdür. Hüceyrələrin quruluşuna görə biri prokariot, biri ekariotdur. Bəli, bakteriya prokariot, göbələk ekariotdur. Xlorofili fotosintez edici membran üzərində yerləşən canlı ilə sporla çoxalan canlının simbiozudur. Bəli, bakteriyalardan adətən siyanobakteriyanın adını çəkirik. Onun da xlorofili plazmatik membranın fotosintez edici büküşündə mezosomunda baş verir. 3. Avtotrof qidalanan çox hüceyrəli canlı ilə, yəni yosun demək istəyir. Xeyr. Plazmidlərə malik canlı ilə plazmidlərə bakteriyalar malikdir. Bir tərəf düz gəldi. Lakin xromatoforunla yosundur. Yəni bakteriya və yosunun simbiozu deyil axı, bu da səhvdir. Ona görə 1-2 doğru olacaq. Bu biraz dimdəki sualdan fərqlidir. Olduğu kimi salmayıblar. 8. Heterozis effekti ilə bağlı bu qəbula düşmə sualdır. Dimdə də var idi bu sual. Düzgün kəsişməni tapaq. Ya da bu tərzdə sual var idi. Məhz bu olmaya bilər. Çünki suallara hələ indi baxıram. Uzaq hibridləşmə zamanı alınan fərdlərdə üzə çıxa bilir. Bəli, özü də ancaq birinci nəsildə üzə çıxır. 7-ci nəslə doğru getdikcə azalır, hətta 7-ci nəsildən sonra yoxa çıxır. Birinci nəsildə isə maksimal vəziyyətə gəlib çatır. Belə bir qrafikdə var idi dimdə. 2. Saf xəttlər arası çarpazlaşmada üzə çıxır. Bəli, elə burada üzə çıxır. Məsəl üçün böyüyə, kiçiyə. Birinci nəsildə hər kəs, hamı böyüyə, kiçik olur. 100%. Ona görə birinci nəsildə maksimal olur. Inbreeding nəticəsində alınan fərdlərdə müşahidə olunur. Xeyr, öz-özünə tozlanmada da müşahidə olunmaz. Yəni yalnız bitkidə də müşahidə olunmaz, heyvanda da olur. Ona görə burada axtarılan cavab 1-2 olardı. Növbəti sual yenə qəbula düşmə sualdır. Yenə mənim uşaqlarım bilir, demişdim ki, floema və kıslemaya baxaq. Birinci imtahanda da demişdim, düşə bilər. 1-də salmayıblar, 2-də salıblar. Və bu sualda yenə dim toplusunda da var, qəbula da düşmüşdü. Ölü hüceyrələrdən təşkil olunub. Əvvəlcə təyin edək, bu floemadır. Floema boruları, bu isə kıslemadır. Floema canlı hüceyrələrdən ibarətdir. 2-ni bura yazaram. Ölünü bura yazaram. Ötürücü toxumaya aiddir hər ikisi. Yəni belə olacaq da 2, 3, 1. Sonra qeyri-üzv maddələr daşıyır. Bu kıslemaya aid idi. 4. Gövdən qabıq qatında təsadüf olunursa floemadır. Floema lifləri ilə bir yerdə təsadüf olunur. Yarpaqda təsadüf olunur hər ikisi. Bu Y variantı düzdür. Deyəsən bu testdə bütün cavablar düzdür. Əla, işim asan olar. 10-cu suala baxaq. Aşağıdakı proseslərdən hansılar sağlam qadında hamilənin 3-cü ayın əvvəlindən başlayaraq baş verəcək? 3-cü ayın əvvəlindən başlayırsa, bu artıq rüşeymin bitməsi, dölün olması deməkdir. Ona görə rüşeym uşaqlıq divarına birləşir, götürməyəcəm. Kovların bir hissəsindən cift yaranır. Bəli, cift məhz elə 3-cü ayın, əslində 3-cü ayın əvvəli deyirik. Onlar da yəni 2-ci ayın sonu 3-cü ayın əvvəli yaranır, 4-cü ayda hormon ifraz edilir. Götürə bilərəm. Rüşeym dövrü xeyr deyil. Rüşeym dövründə çünki cift olmaz. 3 səhvdir. Rüşeymdə 2 kameralı ürək yaranır. Yox. Çünki rüşeym dövrü də deyil üstəgəl. Bu 3-cü ay çünki artıq rüşeym dövrünə təsadüf etmir. 5 döl mərhələsi başlayır. Bəli, elə döl mərhələsi burada başlayır. Cədvələ əsasən yanlışı tapaq. Yenə dimdən bir sual. Heç belə gözləmirdim. İkinci imtahanda bu qədər dimdən bənzər suallar salınacağını gözləmirdim. Daha yeni tipli suallar gözləyirdim. Lap yaxşı. Cədvələ əsasən yanlış ifadələri tapın. X miksodema, Y akromegaliya, Z isə şəkərli diabetdir. Deməli, X miksodema isə qalxana bənzər vəzi, digəri somatotrop hormonu olan hipofiz vəzi, şəkərli diabetdə pankreas, yəni mədalatı vəzinin hormonları ilə bağlıdır. İnsulin hormonu ilə bağlıdır. 1. X vəzinin ifraz etdiyi hormonlardan birinin çatışmazlığı uşaqlarda ağıl kəmliyinə səbəb ola bilər. X vəzi qalxana bənzər vəzidir. Qalxana bənzər vəzinin çatışmazlığı kretinizmə gətirib çıxara bilir uşaqlarda və bu ağıldan kəmliyə çox təəssüf gətirə bilir. Bir düzdür. Mən səhvləri axtarıram. Birin üzərindən xətt. 2. Öd Z vəsinin ifraz etdiyi fermentlərin işini fəallaşdırır. Öd Z vəsi pankreasdır. Pankreasında işinə kömək edir. 2 də düzdür. 3. Y vəzi, yəni hipofiz bioloji saat rol oynayır. Səhvdir, bu epifizdir.
Daha doğrusu saat rol oynayır yazmayayım be. Vəzirə eyni boyuşluqda yerləşmir. Yenə də səhvdir o zaman. Çünki bioloji saat rol oynayan epifizdir, melatonin hormonu. O da Y hipofizdə, kəllə qutusunda yerləşir, beynin içərisində yerləşir. Ona görə bu səhvdir. 4. X vəzini sintez etdiyi hormonlardan biri kalsitonindir. X kalsitonin hormonu ifraz edə bilər, qalxana bənzər vəzin hormonudur. Y və 5 daha doğrusu Y vəzinin ifraz etdiyi hormonlardan biri tiroksindir. Akromegaliya səbəb olan hipofizdir. Hipofizdə də tiroksin hormonu yoxdur, o qalxana bənzər vəziyə aiddir. Elə B variantı. Sonra növbəti sual. Cədvələ əsasən sağlam qadında maylanmada bilavasitə iştirak edən qametlərdəki X və Y cinsiyyət xromosomlarını təyin edək. Bu da yenə dimdə olan suallara bənzər sualdandır. Somatik hüceyrəsinin bir nüvəsində 23 xromosom müxtəlifliyi varsa, bu dişi 24 xromosom müxtəlifliyi varsa bu erkək olacaq. Yəni sağlam bir qadında bətnində bir dişi var, iki erkək var. Yaxşımı? İndi mən nəyi təyin etməliyəm? Cədvələ əsasən sağlam qadında maylamada iştirak edən qametlərdə X və Y-in sayını təyin etməyim lazımdır. Yaxşı, bunların hər birini müxtəlif yumurta əkizi olaraq qəbul etsək, çünki mənə cift sayını 3 verib. Ona görə məcburan müxtəlif yumurta əkizi kimi qəbul edim. Əgər cift sayını 2 versəydi, oğlanları bir ciftə birləşdirərdim. Lakin 3 verdiyi üçün hərəsi müxtəlif yumurta əkizidir. O zaman nəyi götürürəm? Hər əkizin yaranması üçün, yəni hər zigotun yaranması üçün, hər ciftin yaranması üçün bir yumurta hüceyrə və bir spermatozoida ehtiyac var. Yumurta hüceyrə əgər qıza başlanğıc verəcəksə, X spermatozoid də X daşımalıdır. Zaten yumurta hücrələri yalnız X daşıya bilir. Oğlana başlanğıc verənlər isə Y daşıyar. Eləsə mənim əlimdə nə oldu? Burada X daşıyan 2, burada 1, 4 dənə X olar, 2 dənə Y olar. O zaman C variantı doğru olacaq. Növbəti sual. Hansı xəstəliklərin törədiciləri 8 növ nukleotidən malikdir? Yəni demək istəyir ki, həm DNT-si var, həm RNT-si var. Yəni bu virus deyil, bu bakteriyadır. O zaman baxaq. Qrip virus mənşəlidir, biri çıxdı. Vərəm bakterial mənşəlidir, vəba bakterial mənşəlidir, giç virus mənşəlidir, 4-ü çıxdı. Çiçəyi də çıxmalıyam, virusdur. Difteriya çöpləri bakterial mənşəlidir. Növbəti sual. Lobiya toxumu və buğda toxumu, bu düşməyib, yeni sualdır. Səhv xatırlamıramsa. Tacıqlardakı yuvalarda yerləşirsə paxla meyvədir. Göbəkçiyə malikdirsə, yenə lobiyada olurdu. Təxminən böyrəkdəki kimi bu hissəni adlandırırdıq. Ehtiyat qidan maddəsi ləpə yarpağı vasitəsilə rüşeymə daxil olursa, buğdada olur. Çünki endospermdə olan ehtiyat qidan maddəsi ləpə yarpağı vasitəsilə rüşeymə daxil olurdu. Bitkinin əsas gövdəsi rüşeymin tumurcuğundan inkişaf edirsə, hər ikisində bu var. Meyvə yanlığı toxum qabığı ilə bitişikdirsə, dən meyvədir. Belə yaza bilərik. Doğru ifadələri tapaq. Somatotrop hormonunun çatışmaması immun reaksiyalarını zəiflədir. Bəli. Sonra timus vəzni, daha dəqiq desək, mikrobiologiyadandır. Bu timus vəzni zəiflədir. Timus da immun sisteminə kömək edən vəzidir. Timusin hormonu ilə bir yerdə. Adrenalin ürək vurğularının sayını artırır. Bəli. Histidin amin turşusunun çatışmazlığı qanda hemoqlobini artırır, azaldır. 3 səhvdir. 3-ün üzərindən xətt. Adrenalin qanda qlikozan miqdarını azaldır, artırır. 4-ün üzərindən xətt. Avtomatik Y variantı. A vitamininin çatışmaması fagositlərin fəaliyyətini zəiflədir. Bu da doğrudur. Şirin su hidrasının bədəni 2 qatdan ibarətdir. Pavlova görə görmə analizatorunun 3-cü hissəsi beyin yarımçələr qabığının ənsə payına uyğundur. Uşaqlar yaxşı düşür, bazı suallar öz aramızda. Birincidə bundan çətin idi. Sxemə əsasən X-in yerinə yazıla bilməz. X mitoz, meyoz və maylanmaya təsadüf olunur. Bu da dimdə olan sualın yenilənmiş versiyasıdır. Dimdə belə verməmişdi. Dimdə özümüz seçməliydik. Qəşəng sualdır. Söyüdün yaşıl çiçəyi dişi olduğu üçün burada mitoz da, meyoz da və maylanma da gedə bilər. Mən getməyənləri axtarıram. Birin üzərinə xətt. Qarğıdanın çiçək qrupu, qıça çiçək qrupu dişidir. Burada da bütün proseslər gedə bilər. Getməyənləri axtarıram. Söyüdün sarımçı çiçəkləri erkəkdir. Burada maylanma getməyəcək. Mitoz, meyoz gedəcək. Yəni 3 prosesin 3-ü də getməz. Günəbaxanın yalancı dilci şəkilli çiçəkləri. Burada K0, L5, Y0, D0-dır. Cinsiyyətsizdir. Ümumiyyətlə heç nə baş verməz. Nə mitoz, nə meyoz, nə mayalanma. Bəlkə ləçəkdə mitoz gedə bilər, amma meyozla maylama dəqiq getməyəcək. Zəncirotun dilci şəkilli çiçəkləri K0, L5, Y5, D1-dir. Həm dişiciyi var, həm erkəkciyi var. Dişiciyi olduğu üçün bu çiçəklə maylama gedə bilər, amma 3-4-də getməyəcək. Ağciyər alveollarında qazlar mübadiləsi zamanı aşağıdaşlardan hansı baş verməz?
Alveollarda qazlar mübadiləsi zamanı oksigen qazı qana keçir, karbon qazı alveola keçir. A bəndi ağciyər kapillyarlarındakı qanda oksigen miqdarı artar, düzdür. B bəndi ağciyər kapillyarlarındakı qanda karbon qazı artar. Əksinə karbon azalar, alveolun içindəki havada karbon artar. Elə B variantı səhvdir. 20. Cədvələ əsasən doğrunu tapmalıyıq. X törədicisi vəbadır, keçiricisi yox, səhv oxudum. Vəbanın törədicisi X-dir, keçiricisi Y-dir. Buna bənzər sual da qəbula düşmüşdü yenə. Bu şans imtahanında bütün köhnə qəbullardan suallar cəmləşdiriblər deyəsən. Ya qəbula ya da bilmirəm, dilin özündə də ola bilər. Qarışdıra bilərəm biraz. Deməli, leishmanioz ibtidai bir heyvan tərəfindən törədilir. Yəni bu ibtidai bir heyvandır. Keçiricisi mığmığadır, yəni həşəratdır. Buğmayaqlı tipidir. Malyariya törədicisi ibtidai heyvandır. Keçiricisi Anopheles cinsindən olan ağcaqanaddır. Vəbaya gəldikdə törədicisi bakteriyadır. Keçiricisi ola bilər də, insandan insana da keçə bilər vəba xəstəliyi. Baxaq indi. A bəndi Z və K eyni aləmə aid ola bilməz. Z ibtidai heyvandır. K ağcaqanaddır. Amma ikisi də heyvanlar aləminə aiddir. Burada deyir aid ola bilməz. B bəndi X və Y eyni aləmə aid ola bilməz. X bakteriyadır, Y insandır, tutaq ki, eyni aləmə aid ola bilməz. Elə bu düzdür. C bəndi Y, N, K, Y insandır, N mığmığadır, K ağcaqanaddır, eyni aləmə aid ola bilməz. Səhvdir, hamısı heyvandır. X, M, Z, yəni bakteriya, ibtidai heyvan və ibtidai heyvan eyni aləmə aid ola bilər. Bakteriya onlarla eyni aləmə aid deyil. Y bəndi X və N eyni aləmə aid ola bilər. X bakteriyadır, N mığmığadır. Bunlar da müxtəlif aləmin nümayəndələridir. Maraqlı sual idi. Uyğunluğu təyin edək. Mən sizə demişdim, birinci imtahanda botanika, zoologiya azdır. İkinci imtahanda daha çox qarşımıza çıxacaq. Fikir verirsə, botanika, zoologiyadan hələ ki suallar xeyli düşüb. Deməli, interfaza, profaza, anafaza. Hüceyrə orqanoidlərinin sayı artır. Interfazanın postsintetik mərhələsində mitoxondri və plastidlər ikiləşirdi. Hətta sintetik mərhələsində də DNT-si olmadığı halda sentrosom ikiləşirdi. A-nı bura yaza bilərəm. Bölünmə vətərləri yaranmağa başlayır profazada, tam inkişaf edib tamamlanır metafazada, qısalmağa başlayır anafazada, yoxa çıxır telofazada. DNT ikiləşir, təbii ki, yine anafaza olacaq. Xromosomların sayı 2 dəfə artır. Daha doğrusu üzr istəmə, DNT ikiləşir interfaza. Anafaza deyib interfaza yazım. Əla. Çox diqqətsizəm. Xromosomların sayı 2 dəfə artır, anafaza olacaq. DNT spirallaşır. Hə, deməli DNT-nin spirallaşması prosesi üçün xromosomların görünməsi lazımdır. Xromosomların görünməsi üçün də profaza mərhələsi olacaq. O zaman Y-ni bura yaza bilərəm. Elə A variantı. İnsan skeleti baş, gövdə və ətrafların skeletinə bölünür. Hansı bəddə bu skelet şöbələrinə aid sümüklər düz göstərilib? Qamış təbii ki baş deyil, fəqərə baş deyil. Ya C-dir, ya D-dir. Baxaq, davam edək. Fəqərə gövdədə ola bilər, kürək gövdədə olmaz. Onda C variantı doğrudur. Uşaqlar, qəşəng edirik. 23-ə baxaq. Verilən canlılar üçün ortaq xüsusiyyət xərçəng və həşərat kəpənək verilib. İfrazat sisteminin həzm sistemi ilə əlaqəli olması. Xeyr, bu xərçəng üçün keçərli deyil, kəpənək üçün keçərlidir. Mürəkkəb gözlərin olması. Bunu ortaq götürə bilərəm. Fasetli göz desəm ancaq xərçəng olardı. Düzünə inkişafın olması. Amma bir dəqiqə, mürəkkəb gözlər... Hə də, mürəkkəb fasetli desə xərçəng, amma ikisi də mürəkkəbdir də. Düzünə inkişafın olması. Həşratda dolayı inkişafdır, xərçəngdə düzünədir. Həşrata dolayı tamdır. Yumurta, sürfə, pupik üçün fərd. Sonra ürəkdən arteriya damarının çıxması. Ürəkdən bir dənə damar çıxır hər ikisində. O da arteriya damarıdır. Qanın oksigen daşıması bu xərçəngə aiddir. Həşratların qanı qaz daşımaz, hemolimfa adlanar. Buğumlu ətraflar ümumiyyətlə bütün buğmayıqlara aiddir. 2-4 altına götürə bilərik. Növbəti sual. Hidrogen rabitələrinin sayı 10 mindir. Hidrogen rabitələri necə tapırdıq? Bütün nukleotidlərin üzərinə ya guanin gələ bilərdim və yaxud da bütün nukleotidlərin üzərinə sitozin gələ bilərdim. Bunun yerinə 2 adenin üstəgəl 3 guanin yaza bilərdim və yaxud 2 timin üstəgəl 3 guanin yaza bilərdim. Və yaxud da 2 adenin üstəgəl 3 sitozin yaza bilərdim və yaxud da ki 2 timin üstəgəl 3 sitozin yaza bilərdim. Məsələ şərtinə görə adenin nukleotidlərinin sayı 2000-dir. Bu nə deməkdir? Molekulada timin nukleotidlərinin sayı 2000-dir. Molekulada 2 qat hidrogen rabitələrinin sayı 2000-dir. Gəlin hesablayaq. Adenin 2 adenin üstəgəl 3 guanin bərabərdir hidrogen rabitəsinə, yəni 10.000-ə. Adenin 2000 isə 2 adenin 4000 olar. 4000 üstəgəl 3 guanin bərabərdir 10.000-ə.
Guanin beraber olacaq. 10.000-dən 4.000 çıxsam 6.000, 6.000 3-ə bölsəm 2.000. Guanin 2.000-dir, sitozin 2.000-dir, 3 qat hidrogen rabitələrinin sayı da 2.000-dir. Məndən nə istəyir? 2 qat və 3 qat hidrogen rabitələrinin cəmi. 2 qat hidrogen rabitəsi adenin sayı qədər 2.000, 3 qat hidrogen rabitəsi guanin sayı qədər 2.000, bunların da cəmi 4.000-dir. Şəkildə göstərilən xanı balığıdır. Hardan bilirəm? Çünki bel üzgəcləri 2 dənə olduğu üçün. Hansı doğrudur? Qəlsəmə qapaqları var. Çünki bu sümüklü balıqdır. Qarın aortasında arterial qan axır. Qarın aortası ürəkdən çıxan damardır. Ürəkdə venoz qan var. Ona görə qarın aortası özü ilə venoz qan daşıyır. Cüt üzgəclərin sayı tək üzgəclərə bərabərdir. Cüt 4-dür, döş qarın tək 4-dür. Bel 2 dənə olduğu üçün tək 4-dür. Onurğa sütunu 4 şöbədən ibarətdir. Xeyr, bu qurbağa ayaqasıdır. 2 şöbədən ibarətdir. Ürək boşluğunda yalnız venoz qan olur. Həm gövdə fəqərələrinə qaburğa birləşir, həm. Euler-Venn diaqramında doğru olanları tapaq. Podaqa xəstəliyi və ateroskleroz. Bilirsinizdə xəstəliklər son illər mütləq bir dənə də olsa xəstəlik salırlar. Birinci imtahanda pankreatit düşmüşdü. Burada da podaqa və ya podaqa da tələffüzü necəsə Azərbaycan dili müəllimləri daha yaxşı bilər və aterosklerozu götürə bilərik. Götürüblər daha doğrusu. İndi baxaq. Qanda sidik turşusunun miqdarı artır. Birin yeri düzdür. Bu arada biri Stenham adlı alim təsvirini vermişdi. Ona görə altın yeri səhvdir. Çünki bu podaqa üçün keçərli idi. Sonra damarların içərisinə yağa bənzər maddələr örtülür. Bu ateroskleroza yazılmalı idi. İçin yeri səhvdir. Əl və ayaq oynaqlarında iltihablaşma gedir. Podaqraya aiddir. Üçün yeri düzdür. Dayaq hərəkət aparatının xəstəliyidir. Bu ateroskleroza yox, podaqraya aid olmalı idi. 4-ün yeri səhvdir. Xolesterin miqdarının artması nəticəsində yaranır. Ateroskleroza aiddir. Yeri düzdür. 1, 3, 5 doğru verilib. Davam edək. Uyğunluğu müəyyən edək demişdim sizə. Geoxronoloji cədvəli mənim videomdan, 30 dəqiqəlik videomla öyrənin. Düşə bilər. Birinci imtahana salmışlar, ikinciyə də saldılar. Mən əslində gözləmirdim ikinciyə düşməyini. Mən antropogenezdən gözləyirdim. Salmayıblar. Tərs köşə yapıblar. Uşaqları aldadıblar ki, birinciyə düşməz, daha doğrusu ikinciyə düşməz, gəlib saldılar. Şopan toxumlar meydana çıxdı. Burada bu arada era verib, dövr olaraq verməyib. Yəni əslində işimiz biraz daha asandır. Dövrə əzbərləmək bizim üçün daha çətindir. Nəinki eraları əzbərləmək. Gəlin indi bunları sistemləşdirək. Düz deyin, daha cavablar hazır var imiş. Mən daha çox cavabların üzərində danışmışım, getdim. Amma nəysə, ətraflı izah verməyə çalışdım. Çırpaq toxumların yaranması təsadüf edir Devona. Devon paleozoya aiddir. 1A. Uçan onurğalıların meydana çıxması. Uçan onurğalılar və eyni zamanda Archaeopteryx Yuradaydı. Yura düşür Mezozoya. Toxumlu qıcılar yoxa çıxmışdır. Toxumlu qıcılar Triasda yoxa çıxmışdı. Trias Mezozoya aiddir. Dilopteklərin meydana çıxması Neogenda. Neogen Kainozoya aiddir. Stegosefallar meydana çıxmışdı. Qurbağa ilə bir yerdə Devonda. Devon Paleozoya aiddir. Və situasiya sualı. Yadınızdadırsa, əgər mənim öz uşaqlarım bilər, sentyabrdan bəri deyirəm ki, uşaqlar, bu vaxta qədər Rus Orlov löhrematını demiyorlar, salmayıblar. Alında sizə gəlib saldılar. Bunu paylaşmışdım, belə bir şəkil hazırlamışdım. Təqribən 2 il yarım əvvəl hazırlamışdım. Kitabda belə bir şəkil verilməyib. Mən özüm internetdən tapdığım uydurma şəkildən hazırlamışam. Yəni bu atların hər birini özüm tapıb hazırlamışam. Bəlkə də səhv hazırlamışam. Danimarka atı bu görünüşdə olmaz, ərəb atı bu görünüşdə olmaz. Özümdən uydurmuşam bunları, amma əsas odur ki, çarpazlaşmanı verməyə çalışmışam. Baxın, Rus Orlov atının alınması üçün dişi olaraq Danimarkanın yük atı, erkek olaraq ərəbin minik atı götürülmüşdür, erkeği, aygırı. Bunların çarpazlaşmasından alınan hibrid, ama erkeği götürülüb Hollandiyanın Holland löhrematı dişi ilə çarpazlaşıb və nəticədə Rus Orlov löhrematı alınıb. Baxaq indi. İndi bizə deyir ki, sxem verilib, sxemdəki canlıların hər birində diploid dəst 66-dır. Yazaq buradan da Danimarka dişisi A ilə yazıb, diploid dəstində 66 xromosom. Çarpazlaşdırılıb B ilə. B nədir? Ərəb atı. Ərəbin erkeği. Alıblar hibrid. Yəni C. Hamısının diploidi 66'dır. Hər bir canlı. Olsun. Sonra bu hibridi götürüb D ilə, yəni Hollandiya ilə. Bu arada, qoy buranı belə eləyək. A yazaq. Burada Danimarka yazaq. Burada D yazaq, Holland yazaq. Çarpazlaşdırıblar. Bu da dişidir. Və nəticədə də Rus Orlov löhrematını alıblar. İndi baxaq. 28. Orlov löhrem at cinsinin alınmasında metodiki seçmənin hansı formasından istifadə olunmuşdur? Bu canlıların filogenetik sıralarını ilk dəfə hansı alim müəyyən etmişdir? Təkamüldə onların neçənci barmaqları rudiment halında qalmışdır?
Bir daşla üç kuş. Rus Orlov atının alınması, metodiki seçmə, ümumiyyətlə metodiki seçmə, e, belə deyək də, seçməni bölürdük. Kör təbii. Bu hətta bunu bir sxem kimi göstərəcəm bir dəqiqə. Vaxtlar təəssüf ki, tələsdim, lövhəm silindi. Nəysə, eyb yox. Bu bir də yazmayacağam. Vaxtdan qazanmaq istədim, vaxtdan itirdim. Tələsən təndirə düşər. Öz bildiyim kimi izah edəcəm. Bir də hazır sxem göstərmək istəmirəm. Biz bilirik ki, seçməni böldüyümüz zaman metodiki, yəni şüurlu və kör təbii olaraq bölə bilərik. Metodikini də fərdi və kütləvi olaraq bölə bilərik. Rus Orlov löhrəmatının alması məqsəd yönlü olduğu üçün, irsi xüsusiyyətlərin möhkəmləndirilməsi nəzərə alındığı üçün biz bunu fərdi seçmə kimi təyin edə bilərik. Və atların ümumiyyətlə filogenetik sırası ilə Kovalevski, amma bu Neşterçəni öyrənən Kovalevski deyildi, məşğul olmuşdu. Və müasir atın 3-cü barmağı tam salamatdır. 2 və 4-cü barmağı rudimentdir, qrifel sümükdür. 1 və 5-si ümumiyyətlə yoxa çıxıb. Məndən nə istəyir? Hansılar qrifeldir, yəni rudiment haldadır? 2 və 4-cü barmaqlar. Cavab vərəqini tamamlayın deyir. Cavab vərəqi necə idi? Bir dənə onu mənə yazıb göndərsəniz əla olardı. 30-cu suala baxıram. Daha sonra isə yəni burada davam edərik. Deməli, cavab vərəqindəki cədvəli, cavab vərəqi lazımdır bizə. Yaxşı. 29-cu sualı tapdım. 29-cu sualda cavab vərəqindəki cədvəli tamamlayın deyəndə B və C cinsinin, yəni B olaraq bunu, C olaraq hibridi götürəcək. Yəni B olaraq ərəbin minik atının ayğırını götürəcək. C olaraq hibrid erkək götürüləcəkdir. Bizdən hər birinin somatik hüceyrəsindəki müxtəlifliyi istəyirdi. Biz bilirik ki, bunlar məməli heyvanlardır. Məməli heyvanları isə erkəkləri X, Y-dir. Yəni onların xromosom müxtəlifliyi haploid dəstin üzərinə bir gəlinməklə tapılır. Bu canlının diploid dəstində hamısında 66 xromosom varsa, haploid dəstində 33 xromosom var. O zaman əgər ki məndən deməli 29-da B və C-nin xromosom müxtəlifliyi istəyirsə, həm B-də, həm C-də somatik hüceyrəsindəki xromosom müxtəlifliyi 34 olardı. Mənə 29 və 30-la bağlı hələ indi yazırlar cədvəli. Ona görə videonu belə hissə-hissə kəsib birləşdirib təqdim etmək istəyirəm. Deməli, 29-dakı cədvəldə həm B və C-nin cinsini, eyni zamanda B və C-nin cinsini dedikdə bunlar erkəkdir. Eyni zamanda bunlarda xromosom müxtəlifliyini istəmişdi. Haploid dəstinin üstünə bir gəlməklə tapardıq. Diploid dəstində 66 xromosom, haploid dəstində də 33 xromosom olar. Üzərinə bir gələrik, toplam 34 xromosom müxtəlifliyi taparıq. Erkək olduğu üçün erkəklər, məməlilərin erkəkləri XY-dir. Ona görə haploid üstə gəl bir kimi taparıq. B erkəkdir, C erkəkdir. Demişdim onsuz da sizə, buradakı D olaraq götürülən bu dişidir. Qalanlarını isə erkək olaraq qəbul edə bilərdik. İndi 30-cu sualda mənə yazsınlar, izah edim və yekunlaşdıraq. Deməli, 20 dəqiqədir uşaqlarla danışıram. İnşallah ki, düz deyiblər mənə. 30-cu sualı belə deyiblər, amma mən onların yalancısıyam. Bilmirəm dəqiq belədir yoxsa yox. Bayaqdan neçə dəfə bu sualı silmişəm. Hələ də yazırlar mənə, bilmirəm nədir. Mənə deyilənə görə 30-cu sual belədir. Bir cədvəl veriblər və cədvəldə qametogeniz zamanı yetişmə zonasına daxil olan, bunu yazıblar cədvəldə. Sonra canlıları yazıblar. Məsəl üçün, D variantında, A variantında C və A yazıblar. A variantda C və A yazıblar. Lakin D variantında B və D yazıblar. Yəni buranı silib B və D yazıblar. B, D. İndi mən bu testi A variantı ilə dediyim üçün elə C və A ilə davam edəcəm. Amma eyni şeydir. Yəni bura B və D də yazsa eyni gedəcək. Çünki C erkəkdir. Gördüyünüz kimi, baxın qaydaq bura. C erkəkdir, B də erkəkdir. A dişidir, D də dişidir. Ona görə biz burada eyni şeylə gedəcəyik onsuz da. İndi mən bu şərtə uyğun izah edirəm. İnşallah düzü izah edərəm. Mən özümdə bilmirəm cavab nədir. Çünki situasiyanın bir cavabları imtahan açıqlananda deyiləcək. Amma mənə uşaqların dediyi şərtə uyğun olaraq belə düşündüm. Canlıları C və A olaraq düşünsək. C erkək fərddir.
Yəni erkək atdır, məməli heyvandır. Erkək olduğu üçün o XY olacaq. A isə dişidir. Dişi olduğu üçün o XX olacaq. Deməli, diploid dəstəsində 66 xromosom var. Yetişmə zonasına daxil olan başlanğıc hüceyrə sayını tapmaq üçün 132-ni 66-ya böldüm. Yenə deyirəm, şərt yarımçıq ola bilər. Mənə deyilənə uyğun izah etməyə çalışıram. 132 nədir? Məsəl üçün, S-nin yetişmə zonasına daxil olan hüceyrəsindəki xromosom sayıdır. Mən bilirəm ki, yetişmə zonası profaza ilə başlayır və profaza 2N 4S 4D şəklindədir. Yəni diploid daxil olur. Yəni 66 xromosom olacaq. Bir başlanğıc hüceyrədə 132-ni 66-ya böldüyüm zaman iki başlanğıc hüceyrə tapıram. Həm S erkək fərddə gametogenezin spermatogenez zonasına, daha doğrusu spermatogenez prosesində toxumluğun yetişmə zonasına iki hüceyrə daxil olub, həm də A-da gametogenezin oogenez mərhələsində yetişmə mərhələsinə zonasına iki başlanğıc hüceyrə daxil olub. İndi A dişidir. Dişi XX-dir. Dişi XX-dirsə, bu meyoz yolu ilə bölündükdə meyoz 1 zamanı 2 hüceyrə yaranacaq. Bunlar X daşıyır. Meyoz 2 zamanı da toplam 4 hüceyrə yaranacaq. Bunlar X daşıyır. Mənim əlimdə başlanğıc hüceyrə bölünməyə məruz qalır. Bir də meyoz 1-dən yaranan bu 2 hüceyrə bölünməyə məruz qalır. Yəni bir dənə başlanğıc hüceyrədən meyoz bölünməyə məruz qalan hüceyrə sayı 3-dür. Və bu 3 dənə hüceyrədə toplam X cinsiyyət xromosomunun cəmi 4-dür. Bir başlanğıc hüceyrədə bölünməyə məruz qalan 3 hüceyrədə toplam X cinsiyyət xromosomu var. Amma başlanğıc hüceyrəni 2 tapdım. O zaman toplam 8 dənə cinsiyyət xromosomu olar. Məncə burada A ya da D yazılsın, 8 yazılmalıydı. Erkək fərdə keçdikdə isə erkək fərd XY-dir. Yenə orada başlanğıc hüceyrəni hələ ki 1 götürək. Başlanğıc hüceyrə XY-dir. Meyoz 1 zamanı X daşıyan hüceyrə və Y daşıyan hüceyrələr yarandı. Meyoz 2 zamanı isə bölünmə getdi. X daşıyanlar yalnız bunlar oldu. Bir tərəfdə Y daşıyan oldu. Yəni meyoz bölünmə zamanı spermatogenezdən bəhs edirəm. Əlimdə olan hüceyrələrdən, çünki deyir ki, meyoz bölünməyə məruz qalan hüceyrələrdəki X sayı. Bir, bu hüceyrə meyoz bölünməyə məruz qalır. Bir, bu hüceyrə meyoz bölünməyə məruz qalır. Bir də bu çəhrayı. Çəhrayı hüceyrə zaten Y daşıyıcı üçün baxmıram. Əlimdə açıq mavi və yaşıl hüceyrə meyoz bölünməyə məruz qalır və bunlarda X xromosomu saymaq olur. Bir başlanğıc hüceyrədən meyoz bölünməyə məruz qalan 3 hüceyrə var, amma bunlardan çəhrayı ilə üzərindən xətt çəkdiyim Y daşıyır, X daşımır. Mavi dairə və yaşıl dairəyə aldıqlarımızda X daşıyır. Yəni bir başlanğıc hüceyrədə X daşıyan hüceyrə sayı 2-dir və X-in də sayı 2-dir. Başlanğıc hüceyrədə 2 olsa, toplam 4 rəqəmini yaza bilərəm. 4 tapmış olaram. İnşallah izah edə bildim. Yəni burada C və yaxud B yazsa 4 yazmaq olardı. Mənim bu cədvəldən, bu testdən başa düşdüyüm bu oldu ki, bu hissəyə 4 yazmaq lazımdır, bu hissəyə 8 yazmaq lazımdır. İndi siz də baxın, belə yazmısınızmı? Başqa müəllim yoldaşlardan baxmaq istəyənlər varsa baxsınlar, görək mən düz izah elədimmi? İnşallah düz izah edərəm, inşallah buradakı sualı da düz təqdim edərəm və hər biriniz ümid edirəm ki, imtahanda yaxşı yazarsınız. Mənim uşaqlarımdan hələ ki, mənə geri dönüş edən uşaqlardan 28-29 yazanlar var, 30 yoxdur. Çox təəssüf ki, birinci imtahanda da 30 yox idi, ikinci imtahanda da 30 yoxdur. Çox gözləyirdim olsun, amma qismət. Hələ ki, digər uşaqlar yazmayıb, bəlkə 30 olar. Amma böyük ehtimal olmayacaq. 28-29 arasında gedib gəlirik. Sonradan qoşulan uşaqlardan var idi. Məsələn, 27-26 ilə qoşulanlar var idi. Çox şükür xallarını indirməyiblər. Hələ ki, bu xallarla davam edirlər. Öz uşaqlarımdan məsəl üçün bir nəfər 28 yazmışdı. İkinci imtahanda 29 yazdı. Biri birincidə 28 yazmışdı, ikincidə də 28 yazdı. Hələ ki öz uşaqlarımdan mənə yazanları deyirəm. Ümid edirəm ki, digər müəllim yoldaşların da uşaqları, bütün uşaqları yaxşı yazsın və ürəkləri arzulayan yerə qəbul olsunlar. Əziyyətləri qiymətləndirilsin. Özlərinin də, valideynlərinin də. Hər birinizə uğurlar arzu edirəm uşaqlar. Hələlik.